Hə, gəldik çatdıq second conditionala. Second conditional isə ikinci. Yəni sayca üçüncü, ad olaraq ikinci olan conditional. Bir də bunun dördüncüsü var. Onu artıq irəliləyən dərslərdə keçəcəyik. Bundan sonraki dərs deyil. Çünki orada biraz bitmiş zamanlar və s. var. Deməli, bu da yenə çox bəsitdir. Bu isə elə bir formadır ki, baxın, second conditional. Burada artıq keçmişə oxşayır bir növ, amma indiki zamandadır. Çünki keçmişdə olan biz o dördüncünü istifadə edəcəyik. Bu isə indiki zamandadır. Bu nə deməkdir? Deyirəm ki, ayda, burada olsaydın söhbət eləyərdik. Bax, bir arzu, bir istək, bəlkə də bir peşmançılıq. Deyirəm ki, if, bunlar necə idi? İndiki sadə, indiki sadə. Və bu o demək idi ki, həmişə belədir. Sən gəlsən, mən də gələ bilərəm. Bu elədir ki, gələcəklə bağlı şərt, sən getsən, mən gedəcəm və bu da keçmişlə yox, indiki zamanla bağlıdır. Burada belə olacaq. If you went, ucu keçmiş zaman, I would go. Əgər getsəydin, gedərdim. Bax, keçmişdə kimidir, amma indiki hisslərimizlə deyirik onu, indiki zamanda istəyirik. Deyirik ki, ayda, pulum olsaydı maşın alardım. Necə olacaq? If I had money, I would buy a car. Would deyəcəyik burada. Tamam. Burada will idi, burada would'dur. Burada ümumiyyətlə heç nə yox idi və bəzi modal feillər istifadə edə bilirdik. Bura həmişə sadə qalmışdı, burada da sadə qalmışdı. Burada artıq indiki zamanlarda qalmışdılar. Burada keçmiş sadə zamandan istifadə elədik və dördüncü conditionalı hələ gələcək vaxtlarda istifadə edəcəyik. O, bunlara nisbətən biraz daha az istifadə olunur. Ən çox istifadə olunan bu ikisidir. Ondan sonra bu 1 ilə 4-ün istifadə olunma tezliyi daha bir-birinə bərabərdir. Bu qədər sadəcə praktik eləyib onun daha dərindən mənimsəmək lazımdır. Gəlin bir dənə də cümləni deyim, siz tərcümə eləyin. Necə deyərsiniz ki, varlı olsaydım insanlara kömək eləyərdim. Bu cümlənin tərcüməsini həmən deyirsiniz. If I was rich, I would help people, right? Great. So, you're going to say, if, və burada, bəlkə biraz İngilizcə davam eləyək. Okay, so, here, you're going to say, I was rich. I would help, right? In this case, if it is second conditional, for the past simple, instead of was, you can use were actually. For example, if I were rich. This is grammatically possible. You can use it whenever you want, but it doesn't mean that the was one is a wrong one. You can use was or were, but the people, especially American people, prefer to use were. If I were, for example, sənin yerində olsaydım, belə eləməzdim. If I were you, I wouldn't do that. Bunu belə eləməzdim. Bax, burada I ilə were işlədə bilərsiniz sırf bu case'də. Okay? Bunu yadınızda saxlamış olun əlavə bir conditional, əlavə bir taktika olaraq. Özünüzə yaxşı baxın. Növbəti mövzuda görüşürük. Hələlik.